Bugün 12 iyul 2026-cı il tarixində 1-ci ixtisas qrupu üzrə keçirilən 2-ci şans qəbul imtahanında istifadə olunmuş riyaziyyat fənni üzrə test tapşırıqlarının izahına baxırıq. Birinci sualdan başlayaq. F(x) funksiyası verilib, bizdən f(18)in tapılmasını istəyir. İlk öncə uşaqlar f(x) funksiyasının törəməsini tapaq. f(x) bərabərdir 2 vurulsun. Kök altında olan bir ifadənin törəməsi 1 bölünsün 2 vurulsun, kök altında x çıxsın 2-dir. Bu da 2'ler ixtisar getdi, qaldı 1 bölünsün kök altında x çıxsın 2. Bizə deyir ki, f(18)i hesablayın. Gətirək x-in yerinə 18 yazsaq, olacaq 1 bölünsün kök altında 16. O da 4'də 1'ə bərabərdir. Cavab oldu E variantı. Daha sonra ikinci suala baxaq. Px çoxalılısı üçün px plus 1 çıxılsın px bərabərdir x-in kvadratı üstə gəl 2x çıxılsın 2 və p1 üstə gəl p4 bərabərdir. 2 şərtlər ödənir. P4'ü tapın. İndi uşaqlar ilk öncə burada x-in yerinə 1 yazırıq. X-in yerinə 1 qoysaq, olacaq P2 çıxılsın P1 bərabərdir. 1'in kvadratı üstə gəl 2 vur 1 çıxılsın 2. Olacaq uşaqlar 1 üstə gəl 2 çıxılsın 2. Nəticə oldu 1. Daha sonra x-in yerinə 2 yazsaq. 2 yazsam uşaqlar indi harada x varsa yerinə 2 yazacağım. Olacaq P3 çıxılsın P2 bərabərdir. 2'nin kvadratı üstə gəl 2 vur 2 çıxılsın 2. Yəni 4 üstə gəl 4 çıxılsın 2. Olacaq 6. Daha sonra x-in yerinə 3 yazsaq, harada yuxarıda deməli x varsa yerinə 3 yazacağım. Olacaq deməli P4 çıxılsın P3 bərabərdir. 3'ün kvadratı üstə gəl 2 vur 3 çıxılsın 2. Yəni 9 üstə gəl 6 çıxılsın 2. Olacaq 13. İndi uşaqlar, verilmiş bu ifadələrin həm sol tərəfini, həm də sağ tərəfini tərəf-tərəfə toplayacağım. Olacaq deməli P2. Burada uşaqlar müsbət P2, mənfi P2 ilə üzərinə islah aparaq. Daha sonra mənfi P3, müsbət P3 islah getdi. Yerdə nə qaldı? Deməli, yuxarıda mənfi P1 üstə gəl P4 bərabərdir. İndi sağ tərəfdə toplasaq 1, 6, 13'ün cəmi olacaq 20. Daha sonra şərt var idi. P1 üstə gəl P4 bərabərdir 2. İndi tənlər sistemi vasitəsilə tərəf-tərəfə toplayaq. P1 islah getdi. Qaldı 2 vurulsun P4 bərabərdir 22. P4 də bərabərdir 11. Cavab oldu A variantı. Üçüncü suala baxırıq. Deməli, f(x) funksiyasının ən böyük qiyməti ilə g(x) funksiyasının ən kiçik qiymətinin fərqini tapın. İndi uşaqlar, əgər bizdə funksiya a sinus x üstə gəl və yaxud çıxma b kosinus x şəklindədirsə, bu funksiyanın ən böyük və ən kiçik qiyməti bu formada tapılır. Mənfi kök altında a kvadrat üstə gəl b kvadrat. Daha sonra müsbət a kvadrat üstə gəl b kvadrat formasına tapılır. İndi gəlin hesablayaq. Olacaq deməli ən kiçik qiyməti mənfi 4 kök altında 3'ün kvadratı üstə gəl mənfi 1'in kvadratı. Daha sonra kök altında 4 kök altında 3'ün kvadratı üstə gəl mənfi 1'in kvadratı. Olacaq 48 üstə gəl 1, 49. 49'dan kök çıxacaq uşaqlar 7. Yəni ən kiçik qiyməti mənfi 7, ən böyük qiyməti müsbət 7-dir. İndi g(x) funksiyasında surət və deməli surəti 2'yə vurub 2'yə bölsəm, surət bir düsturdur. 2 sinus alfa kosinus alfa sinus 2 alfanın düsturudur. Olacaq yəni sinus 4x bölünsün 2. Sinus x funksiyasının ən böyük və ən kiçik qiyməti uşaqlar. Ən kiçik qiyməti mənfi 1'dir, ən böyük qiyməti müsbət 1'dir. Bizdən deyir ki, funksiyanın ən kiçik qiyməti. Deməli, ən kiçik qiyməti olacaq mənfi 2, ən böyük qiyməti olacaq müsbət 2. İndi bizdə deməli f(x) funksiyasının ən böyük qiyməti olan 7 ilə g(x) funksiyasının ən kiçik qiyməti mənfi 2'də 1'in fərqini istəyir. Deməli, 7 çıxılsın mənfi 2'də 1 olacaq 7,5. B variantı. Dördüncü suala baxırıq. Bu bir müəyyən bir integraldır. Çox sadə sualdır. Gəlin hesablayaq. Deməli 2x-in integralı olacaq. X-in kvadratı çıxılsın 3x. Sərhədə olacaq 1-dən 3'ü.
X-in yerinə bir dəfə 3 qoyacağam, bir dəfə 1 qoyacağam və fərqini tapacağam. 3-ün kvadratı çıxılsın 3 vur 3, çıxılsın 1-in kvadratı çıxılsın 3 vur 1. Hesablayaq. 3-ün kvadratı 9, çıxılsın 3 vur 3, 9. Daha sonra çıxılsın 1, çıxılsın 3. Olacaq 0 çıxılsın -2, müsbət 2-yə bərabərdir. Bərabərdir 2-nin üstə gəl 5 və b-in bərabərdir n kvadrat çıxılsın n çıxılsın 5 olan ardıcıllıqlar üçün AK bərabərdir BK şərti ödənir. Ayın ardıcıllığının 2K həddinin cəmini tapın. İlk öncə uşaqlar biz burada gəlin AK-nı tapaq. AK bərabərdir 2K üstə gəl 5, BK-nı tapsaq K kvadrat çıxılsın K çıxılsın 5-dir. AK bərabər BK şərti ödənirsə, bu verilmiş ifadə bir-birinə bərabərləşdirək. Yəni 2K üstə gəl 5 bərabərdir K kvadrat çıxılsın K çıxılsın 5. İndi 2K üstə gəl 5 ifadəsini keçirsəm sağ tərəfə işarə dəyişəcək. K kvadrat çıxılsın K çıxılsın 5. 2K müsbətdir. Sağ tərəfə keçəndə olacaq -2K müsbətdir. Sağ tərəfə keçəndə olacaq -5 bərabər 0. Olacaq K kvadrat çıxılsın 3K çıxılsın 10 bərabər 0. Biz Viet teoreminə əsasən tənlik kökləri cəmi 3 hasili mənfi olan ədədlər də 5 və -2-dir. Biz də bilirik ki, ardıcıllığın deməli həddinin nömrəsi, yəni AK heç vaxt mənfi ola bilməz. Burada natural ədəd olmalıdır. Yəni mən 5-i götürürəm. Bizdə deməli deyir ki, ayın ardıcıllığının 5 həddinin cəmini tapın. İndi gəlin uşaqlar A1-i tapaq. 2 vur 1 üstə gəl 5 olacaq 7. Daha sonra A2-ni tapsaq 2 vur 2 üstə gəl 5 olacaq deməli 4 üstə gəl 5 9. Artıq mən silsilə fərqini tapa bilərəm. Silsilə fərqi A2 çıxılsın A1-ə bərabər, yəni 2. İndi mən ilk 5 həddinin cəmini istəyir. S5-i soruşur. Olacaq 2A1 üstə gəl n çıxılsın 1 vurulsun D bölülsün 2 vurulsun n. Hesablayaq. Deməli 2 vurulsun A1. A1 neçədir? 7. Üstə gəl 4 vurulsun D. D neçədir? 2. Bölünsün 2 vurulsun 5. Hesablayaq. 14 üstə gəl 8 olacaq 22. 22-ni bölürəm 2-yə 11. 11 də 5-ə vuranda 55. 6-cı suala baxırıq. Deməli, bizə tənglər sistemini ödəyən x, y cütləri üçün x, y hasinin ən kiçik qiymətini tapın deyir. Şuralar, hası 0-a bərabərdirsə, o zaman vurublar mən 0-a bərabərləşdirməliyəm. Deməli, x çıx y bərabərdir 0, x çıx 2 bərabər 0. Buradan tapıram x bərabərdir y, digər tənlikdən x bərabərdir 2 tapıram. İndi ikinci tənlikdə yazıram hər ikisində. X çıxılsın 2y bərabərdir -1, x çıxılsın 2y bərabərdir -1. Deməli, burada x-in yerinə mən y yaza bilərəm. Y çıxılsın 2y bərabərdir -1, -y bərabərdir -1, y bərabərdir 1. Y 1-dirsə, o zaman x da 1-dir. Daha sonra burada x-in yerinə 2 yazsa, 2 çıxılsın 2y bərabərdir -1. -2y bərabərdir -1 çıxılsın 2. -2y bərabərdir -3. Buradan da y tapırıq. 1,5. X necə idi? 2. Bizə nə deyir? X, y hasilinin ən kiçik qiymət tapın. Burada x, y hasili 1-dir. Digərində isə 2-ni vuranda 1,5 olacaq 3. Ən kiçik qiymət olacaq 1. Daha sonra 7-ci suala baxırıq. Bizə deyir ki, iti bucağı alfa olan düz bucaqlı ABS üçbucağının AB hipotenusu BS katetindən keçən müstəvi ilə beta bucağı əmələ gətirir. Gəl indi bunu təsvir eləyək. Deməli, AB hipotenusda o zaman 90 dərəcə qarşıdan durmalıdır. Bu da alfa bucağı. Daha sonra deyir ki, AB hipotenusu BS katetindən keçən müstəvi ilə. İndi BS katetindən keçən müstəvini təsvir etsək, buradan da bunu birləşdirim. Müstəvi ilə beta bucağı əmələ gətirir. Beta bucağı uşaqlar, baxın burada. Daha sonra məndən nə istəyir? AC katetinin bu müstəvi ilə əmələ gətirdiyi bucağın sinusunu tapın. Deməli, bizdən baxın
bu hissəsindən istəyir. Bu bucağı bir qamma deyirəm. Daha sonra burada bir perpendikulyar yazım. İndi gəlin baxaq. Mən əlimdə alfa, beta bucaqları var. O vasitələ sinüs qammanı istəyir. Gəlin baxaq, sinüs qamma nəyə bərabərdir? Ümumiyyətlə, sinüsün tərifi qarşıdakı olan katetin hipotenuzuna nisbətidir. Burada bir D yazıram. Qamma bucağının qarşısına duran katet AD'dir. Daha sonra verilmiş hipotenuz AC-dir. İndi baxaq görə mən AD bölünsün AC-ni necə tapa bilərəm? İndi baxaq uşaqlar sinus betaya. Sinus beta nədir? Yenə qarşıdakı katet AD-nin hipotenuza nisbəti. Yəni AB-yə. Daha sonra alfada da var. Gəlin kosinüs alfanı tapaq. Kosinüs alfada bitişik olan katetin hipotenuza nisbətinə bərabərdir. Bitişik olan katet uşaqlar deməli AC-dir, hipotenuz da AB-dir. İndi verilmiş bu təniklərdən mən AD-ni və AC-ni tapa bilərəm. Buradan AD nəyə bərabərdir? AB sinus betaya. Digər tərəfdən AC-də AB kosinüs alfaya bərabərdir. Gəlin yerinə qoyub hesablayaq. Olacaq deməli AB sinus beta, AC-nin yerinə də AB kosinüs alfaya bərabərdir. AB-lər ixtisar getdi, qaldı nə? Sinüs beta bölünsün, kosinüs alfa, cavab oldu C variantı. 8-ə baxırıq. Deməli, nisbəti 25 bölünsün 16 olan iki müsbət ədədin ədədi ortasının həndəsi ortasına olan nisbəti tapın. Deməli, bu ədədlər 25x və 16x-dır. Bu ədədlərin ədədi ortası toplayıb bölürəm sayla, yəni 2-yə. Həndəsi ortası kök altında dərəcəsində sayı, heç nə yoxsa 2 yazılır. 25x vurulsun 16x. Gəlin hesablayaq. Olacaq 41x böl 2. 25-dən kök altında 5 çıxır. 16-dan da kök altında 4 çıxır. X vurulsun x kvadratıdır. Ondan kök x çıxır. Burada x-lar ilə bərbaşına ixtisar gedir. Qalacaq 41 bölünsün 2 vurulsun 20. Yəni 40. Cavab oldu A variantı. 9-a baxırıq. Deməli, AB həqiqi ədədləri üçün modulda 3A çıxılsın 2 üstəgəl 3A bərabərdir 2. Burada neynəyək uşaqlar? Bu 3A-nı keçirin bərabərliyin sağ tərəfinə. Olacaq modulda 3A çıxılsın 2 bərabərdir 2 çıxılsın 3A. Əgər moduldan əksi çıxıbsa, deməli modulun özü 3A çıxılsın 2 kiçik bərabərdir 0. Buradan tapıram ki 3A kiçik bərabərdir 2, A kiçik bərabərdir 3-də 2-də. Daha sonra digər ifadədə yenə 3-ü keçirdirəm. Sağ tərəfə olacaq 2B çıx 3 bərabərdir 2B çıxılsın 3. Əgər moduldan özü çıxıbsa, o zaman modul ifadə böyük bərabərdir 0. 2B böyük bərabərdir 3-dən, B də böyük bərabərdir 1/5-dən. İndi gəlin hesablayaq. Deməli, A çıx B. A-nın qiyməti 3-də-2-dən kiçikdir. Məsələn, yerinə qoya bilərəm mən 0 A-nın yerinə. B-nin yerinə də yaza bilərəm 2. 0-dan 2 çıxan uşaqlar mənfidir. Mənfidirsə, mən yerlərini dəyişə bilərəm. B çıxılsın A yaza bilərəm. Daha sonra A-nın yerinə 0 yazsaq, 0 çıxılsın 1 mənfi alınır. Mənfidirsə, yenə yerini dəyişəcəm. 1 çıxılsın A. Deməli, burada 1 çıxılsın B, 1 çıxılsın 2 yenə mənfidirsə. Mənfidirsə, qarşısına biz mənfi atıb yaza bilərik. Yəni, mənfi 1 çıxılsın B yaza bilərəm. 2 dənə mənfidir müsbət edir. Yazıram. Üstəgəl 1 çıxılsın B. İndi baxaq görə burada nələr islah gedir. Mənfi B, müsbət B getdi. Başqa heç getmir. 1 üstəgəl 1, 2 çıxılsın 2A. Surətdə də 1 çıxılsın A var. 1 çıxılsın A bölünsün. Məxrəcdə 2-ni qarşıya çıxartsaq 1 çıxılsın A. 1 çıxılsın A-lar ixtisar getdi. Nəticə oldu 2-də 1, 0/5. 13 ola baxırıq. Deməli, qrafik verilmiş düz xəttin tənini yazın. Verilmiş uşaqlar bu funksiyada, xətti funksiyada, yəni kx plus b şəklindədir. Burada k tangens alfaya bərabərdir. Verilmiş tangens alfa funksiyanın qrafikinin OX oxunu müsbət istiqamətli əməl gətirdi. Bucağa baxırıq. Yəni, biz tangens 135 dərəcəni hesablamalıyıq. Tangens 135 dərəcədir uşaqlar. Tangens
90 üstəgəl 45 yazsam, 90 dərəcə biz deyirik ki, adın dəyişəcək. 90 üstəgəl alfa da gəlib düşəcək ikinci rübə. Yəni mənfi olacaq işarə. Oldu mənfi 1. Oldu bizdə y bərabərdir mənfi 1 üstəgəl mənfi x üstəgəl b. Və bizdə deyir ki, A nöqtəsinin koordinatları mənfi 2 ilə 3-dür. Gətirib x-in yerinə mənfi 2, y-in yerinə 3 yazsam, 3 bərabərdir 2 üstəgəl b. Buradan b-ni tapırıq 1. Yəni bizdə tənlik kx plus b olmalıdır. K oldu mənfi 1 vurulsun x üstəgəl 1. Cavab oldu b variantı. 11-ə baxırıq. Deməli, trapeziyanın diaqonallarının orta nöqtələr arasındakı məsafə 2 cm-dir. Bir trapeziya var. Daha sonra diaqonalların orta nöqtəsi arasındakı məsafə 2-dir deyir. 2 uşaqlar, baxın burada. Trapeziyanın kiçik oturacağı 12 cm olarsa, böyük oturacağın uzunluğunu tapın. O da x-dir. Uşaqlar, bu qaydadır ki, verilmiş diaqonallar arasındakı qalan bax, bu verilmiş məsafə 2. Oturacaqların fərqinin yarısına bərabərdir. X çıxılsın 12 bölünsün 2. Çarpaz vursaq, x çıxılsın 12 bərabərdir 4, x bərabərdir 16. Cavab oldu E variantı. 12-yə baxırıq. Verilmiş ədəddə neçə minlik var deyir. Minlikdə uşaqlar 3-dən 0 var. Sonra 3 rəqəm silsəm, oldu 1389. Cavab oldu B variantı. Düzbucağının uzunluğu n-nin 125%-nə bərabərdir. Bir düzbucaqlı çəkirik. 125% hansı ədədə bərabərdir? Onu hər tərəf 25-ə bölsə oldu 4-də 5-ə. Yəni uzunluğu n-nin 4-də 5 hissəsinə bərabərdir. Mən n-nə 4x desəm, uzunluğu 5x olacaq. Bu düzbucağın perimetri 36 olarsa onun sahəsini tapın. Perimetri uşaqlar 2 vurulsun a plus b-dir. Yəni 2 vurulsun 4x üstə gəlsin 5x bərabərdir 36. 2 vurulsun 9x bərabərdir 36. 18x bərabərdir 36. X bərabərdir 2. X-in yerinə 2 qoysaq 4 vur 2 8, 5 vur 2 10. O zaman sahə a vur b-yə bərabərdir. 8 vurulsun 10 80. Ona baxırıq. Deməli a düz xətti b düz xəttinə paraleldir. AC 31 cm-dir. A bucağı 60 dərəcə, B bucağı 60 dərəcədirsə, deməli uşaqlar bu hissə bütöv 180-dir. O zaman bura qaldı 60 dərəcə. Daha sonra uşaqlar burada A düz xətti B düz xəttinə paraleldirsə, paralel düz xəttlər arasında qalan çarpaz bucağı bir-birinə bərabərdir. Əgər bura 60-dırsa, o zaman bu hissədə 60-dır. Üçbucağın daxili bucaqları da cəmi 180 dərəcə olduğuna görə 120, 180, 120 çıxanda yenə bura 60-dır. Demək, bu bərabər tərəfli üçbucaqdır. Yəni, hər tərəfin uzunluğu 31-dir. Daha sonra bizə nə istəyir? Deyir ki, AB parçasının B düz xətti üzərindəki proyeksiyasını tapın. Deməli, AB parçası budur. B düz xətti budur. Proyeksiya kölgə deməkdir. Yəni, bizdən uşaqlar bu BK məsafəsini istəyir. Bura 90 dərəcə, bura 60 dərəcədirsə, bura qaldı 30 dərəcə. Deməli, burada 31, bura düşdü, buranı düzəldim. 31, baxın burada. 90 dərəcə qarşıdan duran tərəf 31-dirsə, 30 dərəcə qarşıdan duran tərəf 31-in yarısına bərabərdir. Yəni, 15,5-ə bərabərdir. Cavab oldu D variantı. 15-ə baxırıq. AB çoxluqları üçün NA bərabər 3, NB 6 və kəsişməsi boş çoxluğundan fərqli şərtlər ödəyir. Demək, uşaqlar, bizdən birləşmə çoxluğunda olan ən çox neçə ad çoxluq ola bilər istəyir. NA birləşmə B bərabərdir. NA üstəgəl MB çıxılsın NA kəsişmə B. Bizdən birləşmənin ən çox neçə ad çoxluğu ola bilər deyir. Və deyir kəsişmədə sıfırdan fərqlidir. Yəni, boş çoxluqdan fərqlidirsə demək sıfırdan fərqlidir deyir. NA 3-dür, MB 6-dır. Bizim birləşmənin ən çox istədiyinə görə mən kəsişməyə çalışdığım qədər az qiymət qoymalıyam. Əgər sıfır ola bilmirsə, mən ən az 1 qoyaram. Hesablasaq, olacaq 9 çıxılsın 1, 8. Ad çoxluqların sayı 2 üstü n ilə tapılır. Yəni, n də burada 8-dir, 2 üstü 8-də 256
A variantı. 16-ya baxırıq. Düzbucaqlı ABC üçbucağı var. D nöqtəsi AB hipotenuzu üzərindədir. Deməli, C bucağı 90 dərəcədir. C təpəsindən bir hündürlük çəkirəm. Daha sonra və bizə deyir ki, AC, hündürlük istəmirik. Burada hündürlük deyil. D nöqtəsi AB hipotenuzu üzərindədir. Daha sonra AC CD-yə bərabərdir. AD 6-dır. ACD sahəsi 27-dir. Bizdən BCD üçbucağın sahəsini istəyir. Bu sual bir dəfə qəbul imtahanında təkrarlanır. Deməli, nə edir uşaqlar? Bərabər yanlı üçbucaq var. Yəni ACD bərabər yanlı üçbucaqdır. Burada mən təpədən çəkilən hündürlük, tən bölən median bir-birinə bərabərdir. Əgər mediandırsa, tərəfi 3-3 böldüm. ACD üçbucağının sahəsi necə tapılır? Hündürlük vurulsun, oturacaq, bölünsün ki, bərabər 27-dirsə, 3H 27-dir, H tapdıq 9. H oldu 9. Daha sonra BCD üçbucağının sahəsini tapmaq üçün mən deməli, tərəf tapmalıyım. Tərəfi necə tapıram? Demək olar, BD tərəfindən bir dənə X yazın. Üçbucaqda olan metrik münasibətlərə görə, deməli, burada bir dənə K yazın. C, K-nın kvadratı bərabərdir. KD vurulsun KB. Yəni 9-un kvadratı bərabərdir. 3 vurulsun 3 üstəgəl x. Hesablayaq. 81 bərabərdir. 3 vurulsun 3 üstəgəl x. 3 üstəgəl x bərabərdir 27. X bərabərdir 24. Bura oldu 24. O zaman uşaqlar bu BCD üçbucağının sahəsi hündürlük, yəni 9 vurulsun tərəf bölünsün 2. Hesablasaq olacaq 9 vur 12, 108. Cavab oldu C variantı. 17-yə baxırıq. Deməli, çevrə xaricində E nöqtəsindən çevrəyə YB kəsəni və YC toxunan çəkilmişdir. YB 16 cm, YA 8 isə o zaman burada 8-dir. YC parçasının uzunluğunu istəyir. Uşaqlar, bu toxunanla kəsən arasındakı olan metrik münasibəti əsaslanır. Toxunanın kvadratı bərabərdir, yəni x-in kvadratı bərabərdir. Kəsən çöldə qalan hissəsi vurulsun kəsənin hamısı. Burada uşaqlar 16-nı yaza bilərəm 8 vurulsun 2 şəklində. X da bərabərdir 8 kök altında 2. Cavab oldu D variantı. 18-ə baxırıq. Verilmiş təyinin köklərindən biri 90 ədədinin sadə vurğu olarsa, M parametrin qiymətini tapın. 90 ədədini sadə vurğularını ayıraq. İndi uşaqlar, sadə vurğuları 2, 3 və 5-dir. X-in yerinə 3 qoya bilmərəm. Niyə? Çünki bura 3 qoysam məxrəc 0 olacaq. Ola bilməz. X-da 5 də ola bilməz. Niyə? Çünki burada birinci tənlikdə X-in yerinə 5 yazsam yenə 0 olacaq. Deməli, tənlik kökü 2-dir. Tənlik kökü deyəndə harda X varsa yerinə 2 yazacağım. Gəlin hesablayaq. Olacaq 24 bölünsün 5 çıxılsın 2. Olacaq 3 çıxılsın M bölünsün 2 üstəgəl 2 4 bərabərdir. 6 bölünsün 3 çıxılsın 2 olacaq 1. İndi hesablasaq 8 çıxılsın M çıx 4 bərabərdir 6. M böl 4 bərabərdir 2. M də bərabərdir 8. C variantı. 19-a baxırıq. D1 və D2 düz xətlərin tənlikləri uyğun olaraq 2x üstəgəl 6 və mənfi x üstəgəl 12 olarsa ABC üçbucağının sahəsini tapın. Şuralar ABC üçbucağının sahəsini tapmaq üçün məndə hündürlüyü olmalıdır. Bir də AC tərəfinin uzunluğunu tapmalıyam. Deməli, gəlin baxaq. İlk öncə mən A və C nöqtəsinin koordinatlarını tapmalıyam. Yəni, x oxunu kəsən nöqtələrin koordinatlarını tapmalıyam. X oxunu kəsən nöqtələrin koordinatı tapmaq üçün y-in yerinə 0 yazacağım. Olacaq 2x üstəgəl 6 bərabərdir 0, 2x bərabərdir mənfi 6, x bərabərdir mənfi 3. Daha sonra digər tənlikdə mənfi x üstəgəl 12 bərabərdir 0, mənfi x bərabərdir mənfi 12, x bərabərdir 12. Daha sonra uşaqlar AC tərəfinin uzunluğu 12 çıxılsın mənfi 3, 15-ə bərabərdir. İndi gəlin bu verilmiş
hündürlüyü tapaq. Hündürlüyü necə tapırıq? Uşaqlar, B nöqtəsi həmin düz xətlərin kəşfi nöqtələridir. Yəni həmin tənliklə bir-birinə bərabərləşdirib tapmalıyam. Gəlin hesablayaq. 2x üstəgəl 6 bərabərdir -x üstəgəl 12. -x-i sol tərəfə, 6-nı sağ tərəfə keçirsəm, 2x üstəgəl x bərabərdir 12 çıxılsın 6, 3x bərabərdir 6, x bərabərdir 2. X 2-dirsə, deməli mən burada uşaqlar sıfırdan vermiş bu nöqtəyə qədər, yəni y-i tapmalıyım. Gətirin, fərqi yoxdur onsuz, hər ikisinə qoysam eynidir. Fikir verin, x-i neçə qoysam, 2 vur 2, 4 üstəgəl 6, 10. Digər tənlikdə -2 üstəgəl 12, yenə də 10. Hündürlük oldu 10. Gəlin sahəni hesablayaq. Sahə, deməli, hündürlük, yəni 10 vurulsun tərəf bölünsün 2. Olacaq 5 vur 15, 75 D variantı. 20-ci suala baxırıq. Deməli, kosinüs pi üstəgəl x. Pi üstəgəl x gəlib düşəcək uşaqlar 3-cü rübə. Kosinüs 3-cü rübdə mənfidir. Mənfi kosinüs x bərabərdir. Sinus pi bölü 2, yəni sinus 90-da 1 qiymətini alır. O zaman kosinüs x bərabərdir -1-ə. Bu da olacaq uşaqlar pi üstəgəl 2 pi k. Cavab oldu B variantı. 20-ci suala baxırıq. Verilmiş tənliyin köklərinin hasilini tapın. Demək uşaqlar, bu tipli suallar məşhurdur, topluluqda da var. Burada nə edirik? Hər tərəfi loqaritma 2 əsasdan yazırıq. Loqaritma 2 əsasdan x üstü 1 üstəgəl loqaritma 2 əsasdan x bərabərdir loqaritma 2 əsasdan 4. Burada uşaqlar 1 üstəgəl loqaritma 2 əsasdan x keçir qarşıya. Olacaq 1 üstəgəl loqaritma 2 əsasdan x vurulsun loqaritma 2 əsasdan x. Loqaritma 2 əsasdan 4 uşaqlar. Bu 4-ü mən belə yazarım. 2 üstü 2. 2 keçəcək qarşıya. 2 vurulsun loqaritma 2 əsasdan 2. 2 əsasdan 2 də aydın məsələdir ki, 1-ə bərabərdir. Bir də uşaqlar, mən burada nə edəcəm? Loqaritma 2 əsasdan x-ə bir t deyəcəm. Olacaq nə? 1 üstəgəl t vurulsun t bərabər 2. Vurub atsam t kvadrat üstəgəl t bərabər 2. T kvadrat üstəgəl t çıxılsın 2 bərabər 0. Daha sonra mən Viye teoreminə əsasən tənlik kökləri cəmi -1 hasili -2. Bu ədədlərdir uşaqlar. -2 ilə 1-dir. Biz nə etə demişdik? Loqaritma 2 əsasın x-ə. Loqaritma 2 əsasın x bərabər bir dəfə -2-yə, bir dəfə loqaritma 2 əsasın x 1-ə bərabərdir. Burada x tapıram 2 üstü -2, yəni 4-də 1-dir. Digər tərəfdən də x bərabər 2 üstü 1-ə, yəni 2. Bizə nə istəyir? Kökləri hasilini tapın. Deməli, 2-ni vuracam 4-də 1-ə, olacaq 2-də 1. Cavab oldu E variantı. 22-yə baxaq. Deməli, verilmiş limitin hesablanmasını istəyir. Uşaqlar, ilk öncə mən bu məxrəci belə yazıram. X üstəgəl 1 bərabərdir. Kök altında 3-cü dərəcədən x-in kubu üstəgəl 1-in kubu. Yəni A kubu üstəgəl B kubu kimi açacağım. Olacaq necə? A üstəgəl B vurulsun. Daha sonra A-nın kvadratı çıxılsın AB üstəgəl B kvadratı. Gəlin yazaq. Deməli, uşaqlar, x plus 1-in yerinə bu ifadəni yazsam, fikir verin, kök altında 3-cü dərəcənin x üstəgəl 1 ixtisar getdi, qaldı yerdə nə? 1 bölünsün. Gətirib x-in yerinə -1 qoyacaq. 3-cü dərəcənin -1-in kvadratı çıxılsın 3-cü dərəcədən -1, daha sonra üstəgəl 1 bərabərdir. Deməli, -1-in kvadratı müsbət 1. Daha sonra uşaqlar, dərəcə əgər tək dərəcədirsə mənfi çıxa bilər. Çıxılsın -1 üstəgəl 1. Hesablasaq 1 üstəgəl 1 üstəgəl 1 cavab olacaq 3. Nəticə olaraq 3-də 1-ə bərabərdir. 23-ə baxırıq. Deməli, bütün tilləri 3 kök 2 olan düzgün tetraedrin həcmi tapın. Uşaqlar, tetraedrin həcmi konkret olaraq V bərabərdir A kub kök 2 bölünsün 12-dir. Yəni 3 kök altın 2-nin kubu vurulsun kök altın 2 bölünsün 12. Hesablasa olacaq 27 vurulsun 2 kök altın 2 vurulsun kök altın 2 bölünsün 12.
bərabərdir. 27 vurulsun 2. Kök altına 2-ni kök altına 2-yə vuranda adicə 2 eləyir. İndi 2 vur 2 4. 4 ilə 12 ixtisar gedir, qalır 3. 27-ni də 3-ə böləndə nəticə oldu 9. 24-ə baxırıq. Bərabər tərəfli ABC üçbucağı var. Bərabər tərəflidirsə, deməli hər bir daxili bucağı 60 dərəcədir. 90 qonşusu 90 dərəcədir. 90 60 30 dərəcə qaldı. 30 90 bu hissə 60 dərəcə qaldı. Daha sonra bizə deyir ki, BY-ni tapın. İndi uşaqlar fikir verin. 30 dərəcə qarşısında duran tərəf 5'dir. 90 da qarşısında duran 2 misildir, yəni 6'dır. Burada da ADF üçbucağı bərabər tərəfli, yəni hər tərəf oldu 6. Aha, fikir verin. AC tərəfin uzunluğu 16'dır və ABC də bərabər tərəfli üçbucağıdır. O zaman BC tərəfin ümumi uzunluğu 16'dır. Bizim BY-ni istəyir, 16'dan 5 çıxacam, olacaq 11. 25'ə baxırıq. Deyir, tələbənin fərqli rəngli 5 köynəyi var. Tutaq ki, ağ, qara, sarı, çəhrayı, mavi. O, eyni köynəyi ardıcıl 2 gün geyinmir. Tələbə hər gün ancaq bir köynək geyinərsə, 5 gün ərzində bu köynəkləri neçə müxtəlif üsulla geyinə bilər? Deməli, nə deyir uşaqlar burada bizdən? Birinci gün uşaqlar bu bütün rəngli köynəklərin hamısını geyinə bilər. Yəni 5 dənə köynək var, 5-ini geyinə bilər. Daha sonra ikinci gün artıq, məsələn, birinci gün ağa geyindi, ikinci gün ağa geyinə bilməz. Yerdə qalan qara, sarı, çəhra, mavin geyinəcək. 4 dənə köynək geyinə biləcək. Daha sonra fikir verin, burada uşaqlar 3-cü yerə yazır 3. Bu səhv fikirdir. Niyə? O deyir ki, eyni köynəyi ardıcıl 2 gün geyinmir. Məsəl üçün, ikinci gün o qaranı geyindi. Üçüncü gün gələndə qara geyinə bilməz, amma ağı yenidən geyinə bilər. O zaman ağ, sarı, çəhrayı, mavi 4 köynək var. Yenə 4-cü gün gələndə sarını geyinə bilməz. Çünki 2 dənə rəngli köynəyi ardıcıl olaraq geyinə bilmir. Yerdə qalan ağdır, qaradır, çəhrayıdır, mavidir geyinə bilər. Yəni 4 dənə hal. 5-ci gündə deməli çəhrayını artıq geyinə bilməz. Onu 4-cü gün geyindi. Yerdə qalan mavidir, sarıdır, qaradır, ağdır geyinə bilər. 4 dənə hal mümkündür. Halsını tapsaq olacaq 4 üssü 4 vurulsun 5. 256 vurulsun 5. Olacaq 1280. 26'ya baxırıq. İlk öncə x-in qiymətini hesablayaq. X bərabərdir loqaritma 5 əsasdan 3 üstəgəl. Bu 2-ni keçək 4-ün qüvvətinə olacaq uşaqlar loqaritma 5 əsasdan 4 üstü 2 16. Toplam olanda əsas eynidirsə halsını tapırıq. 3 vur 16 48. Gətirib x-in yerinə yazsam 5 üstü loqaritma 5 əsasdan 48. Uşaqlar burada 5'lər getdi, cavab qaldı 48. 27-ci suala baxın. Verilmiş bərabərliklər üçün uyğunluğu müəyyən edin. Verilmiş variantlara fikir versək, A bərabərdir 6 yazılıb. Gətirib A-nın yerinə 6 yazsaq, olacaq deməli x-in kvadratı çıxılsın 6x üstəgəl 9 böyüdü 0. Demək bu bir müxtəsəvvur mod düsturudur. X çıxılsın 3-ün kvadratı böyüdür 0-dır. İndi şunlar x-in yerinə mən mənfi bir ədəd qoysam, məsəl üçün mənfi 1. Mənfi 1 çıxılsın 3, mənfi 4. Mənfi 4-ün kvadratı olacaq müsbət ədəd, yəni 0-dan böyükdür. Daha sonra 5 qoysam, məsəl üçün 5 çıxılsın 3, olacaq 2. 2-nin kvadratı 4. O da 0-dan böyükdür. Bu şərt də ödənir. Amma x-in yerinə fikir verin, 3 yazsam, 3 çıxılsın 3, 0, 0-ın kvadratı 0, 0 0-dan böyük deyil. Demək, burada uşaqlar, x-in yerinə mən 3-dən başqa hər şey yaza bilərəm. Yəni olacaq mənfi sonsuzluqdan 3'ə birləşmə 3 müsbət sonsuzluq. 1 oldu B. Daha sonra ikinciyə baxırıq. Yenə A-nın yerinə 6 yazsaq. X-in kvadratı çıxılsın 6x üstəgəl 9. Kiçik bərabər 0. Olacaq x çıxılsın 3'ün kvadratı kiçik bərabər 0. İndi uşaqlar burada deyir ki, verilmiş x çıxılsın 3'ün kvadratı 0-a bərabər olur və yaxud da kiçik olmalıdır. Biz bilirik ki, heç bir ədədin kvadratı 0-dan kiçik ola bilməz, yəni mənfi ola bilməz. Demək, bunun ödədiyi tək qiymət 0-dır. Yəni, x çıxılsın 3 bərabərdir 0-dırsa, x oldu 3. Cavab oldu
A variantı. Yəni A bərabərdir 6 olduqda həlli yalnız 3-dür. Üçüncüyə keçirik. Yenə A-nın yerinə 6 yazsa, x-in kvadratı çıxılsın 6x üstəgəl 9 kiçikdir 0. Olacaq nə? X çıxılsın 3-ün kvadratı kiçikdir 0. Uşaqlar, biz bilirik ki, yenə bayaq dediyim kimi müəyyən bir ədədin kvadratı 0-dan kiçik ola bilməz. Yəni müəyyən bir ədədin kvadratı mənfi ola bilməz. Bu boş çoxluqdur. Yəni həlli yoxdur. Bu da C variantına qeyd olunub. Burada qaldı bir D, bir də Y. Deyir, -6-dan, deməli, -6 və -6 aralığında həlli mənfi sonsuz, müsbət sonsuzluqdur. Məsələn, bu aralıqdan bir qiymət götürüm olsun 4. Birinci tənlikdə yerinə qoyaq. Olacaq x-in kvadratı çıxılsın 4x üstəgəl 9 böyükdür 0. İndi buradan yaza bilərəm. Diskriminant bərabərdir. B-nin kvadrat çıxılsın 4AC. Yəni 16 çıx 36. Əgər uşaqlar diskriminant kiçikdir 0 olarsa, bu verilmiş bərabərsin həlli mənfi sonsuz, müsbət sonsuzluqdur. Bu da 1-ə gedir. Amma Y heç birisinə aiddir. Çünki mən hamısında A-nın yerinə 6 qoydum və şərtləri hesabladım. Demək, keçirik 28-ci suala. Deyir, hündürlüyü 8, radiusu 3 olan silindr formalı taxta tirdən oturacağı silindrin oturacağı ilə eyni, hündürlüyü isə silindrin hündürlüyünün yarısına bərabər olan konus ovu çıxarılmışdı. Konusun çıxarılmasından sonra alınan cismin səthinin sayəsini hesablayın. Aha, demək burada uşaqlar nə demək istəyir? Bizdə bir silindir var. İçərisindən konusu çıxardıram. Konusu çıxaranda, əgər bizdə həcm desəydi, həcm rahat idi. Verilmiş silindrin həcmindən konusun həcmi çıxacaqdı. Bu istənslim. Aha. Deməli, radiusu 3-dür. Hündürlüyü 8-dir. Və konusun hündürlüyü silindrin hündürlüyünün yarısına bərabər. Yəni, bura 4-dür. İndi biz burada nə edirik? Verilmiş silindrin tam səthinin sayəsindən üzərinə gəlirəm. Konusun yan səthinin sayəsi. Bir də oturacağı buradan çıxacağım. Çünki mən bu deməli konusu buradan çıxaranda bu yanlar qalacaq. Oturacaq, çıxacaq. Bu hissə gedəcək. Çıxacam oturacağın sayəsini. Silindrin tam səthinin sayəsi uşaqlar deməli S yan, yəni 2 pi r h üstəgəl 2s oturacaq 2 pi r kvadrat. Konusun yan səthinin sayəsi pi r l-dir. Daha sonra konusun oturacağı da pi r kvadratdır. İndi gəlin hesablayaq. 2 pi radius 3-dür, h 8-dir. 2 pi r kvadratdan pi r kvadratdan çıxanda qalacaq pi r kvadrat. Yəni pi vurulsun 3-ün kvadratı üstəgəl pi r. İndi gəlin L-i tapaq. L uşaqlar, baxın bu hissədir. Fikir verin, burada bir düzbucaq, üçbucaq gəlir. 3, 4, burada 5-dir. Və yazıram 5. Hesablasaq olacaq demək 24 vurulsun 2, 48 pi üstəgəl 9 pi üstəgəl 15 pi. 48 üstəgəl 24 pi olacaq 72 pi. 29-a baxırıq. Deməli, verilmiş binomun açılışındakı binomial əmsallardan ikisi təsadüf olaraq seçilir. Seçilmiş hər iki binomial əmsalın vahiddən fərqli olması hadisəsinin ehtimalı 0,4 olarsa eni tapın. İlk öncə uşaqlar, verilmiş binomun açılışında əgər A üstəgəl B üstü n-dirsə, burada n üstəgəl 1 sayda hədd var. Gəlin bir dənə qısa bir nümunə yazsam. N tutaq ki 2-dir. A üstəgəl B-nin kvadratı bərabərdir. A-nın kvadratı üstəgəl 2AB üstəgəl B kvadrat. Fikir verin, qüvvət 2-dir, amma istifadə olunan hədd sayı 3-dür. Burada uşaqlar deyir ki, əmsalın vahiddən fərqli olması. Burada əmsalı vahidə bərabər olan həmişə uşaqlar 2 dənə hədd var. Birincidir, bir də ən sonuncudur. Yəni, neçə hədd varsa oradan ikisini çıxsam, vahiddən fərqli olan əmsalların sayını tapıram. İndi gəlin baxaq. Necə deyir? Deyir ki, burada bütün elementlərin sayı, bütün hədlərin sayı n plus 1 sayda hədd var. Bunlardan təsadüf olaraq x-i seçilir. Və deyir ki, burada
vahiddən fərqli olması ehtimalı. İndi n plus 1 sayda hədd var. Bayaq dedim, verilmiş həddlərin sayından 2 çıxanda vahiddən fərqli olan əmsalların sayını tapırıq. Yəni n çıxılsın 1. N çıxılsın 1-dən də 2. Bərabərdir 10-da 4. 10-da 4 də 5-də 2-yə bərabərdir. Gəlin bunu hesablayaq. Deməli, olacaq n çıx 1 faktorial bölünsün 2 faktorial bölünsün n çıxılsın 1-dən 2 çıxanda n çıxılsın 3 faktorial. Daha sonra bura baxırıq. N plus 1 faktorial 2 faktorial n plus 1-dən 2 çıxanda n minus 1 faktorial. Şola burada 2 faktoriallar gedəcək ixtisar. Qaldı yerdə nə? N çıx 1 faktorial bölünsün n çıx 3 faktorial bölünsün yazılıb, amma mən bunu tərsinə çevirib yaza bilərəm. Bu formada. N çıx 1 faktorial bölünsün n üstəyə gəl 1 faktorial bərabərdir 5-də 2-yə. İndi uşaqlar, burada n çıxılsın 1-i mən belə yazacağım. Böyük həmişə kiçik formasını yazıram. 1 vahid arta gedirəm. Yenə böyüyü kiçik kimi yazıb 1 vahid artırıram. Özündə olana qədər dayanıram. N çıxılsın 3 faktoriallar getdi. Burada n çıxılsın 1 faktoriallar getdi. Yerdə qaldı nə? Bunu bu tərəfdən yazım. N çıxılsın 2 bölünsün. N çıxılsın 2 vurulsun. N çıx 1 bölünsün. N vurulsun. N üstəyə gəl 1 bərabərdir 5-də 2. Çarpaz vuracam. Gəl bu hissəni sadələşdirək. N-in kvadratı çıxılsın. 3-ün üstəyə gəl 2. N-in kvadratı üstəyə gəl n. Vursaq, deməli 5n kvadrat. 5 vursun mənfi 3, mənfi 15n üstəyə gəl 10 bərabərdir 2n kvadrat üstəyə gəl 2n. Hamısını keçirirəm. Sol tərəfi olacaq 3n kvadrat çıxılsın 17n üstəyə gəl 10 bərabərdir 0. İndi bu hissəni hesablayaq. Demək olar, diskriminantını hesablayaq. Diskriminant bərabərdir b-nin kvadratı, yəni 17-nin kvadrat çıxılsın 4ac. Olacaq 289 çıxılsın 120. Olacaq 169. O zaman buna kök çıxsa 13. Deməli n1 bərabərdir mənfi b üstəyə gəl kök altında d bölünsün 2a. Olacaq 30 bölünsün 6 bərabərdir 5. n2 bərabərdir mənfi b çıx kök altında d bölünsün 2a. Oldu 3-də 2. Bizə bilir ki, burada verilmiş n natural qiymət almalıdır. Yəni 5. Gəldi nəhayət 30-cu sual, isbat sualından. İsbat bu dəfə gözlənilən daha rahat düşüb. Deməli, ABC 3 bucağı var. C bucağı 90 dərəcədir. O zaman AB hipotenuzdur. CD hipotenuzla çəkilən hündürlükdür. Aha. Və deyir ki, verilmiş ACD-nin BCD-yə nisbətinin sahələri AC-nin kvadratı bölünsün BC kvadratına bərabərdir. İndi gəlin neyniyək uşaqlar. Burada bir metrik münasibət var üçbucaqda. Düzbucaq üçbucaqda metrik münasibəti əsasən. Bura bir A yazıram, bura bir B yazıram, bura M yazıram, bura N yazıram. Xatırlayırsınızsa bizim qaydamızda da var idi. A-nın kvadratı bərabərdir n vurulsun bütöv hipotenuz. Yəni n plus n. Daha sonra b-nin kvadratı bərabərdir n vurulsun bütöv hipotenuz. Mən bunları tərəf-tərəfə bölsəm, n plus n-lər ixtisar getdi. Biz burada A nə demişdik AC tərəfinə? AC kvadrat. B nə idi? BC idi. BC-nin kvadratı bərabərdir M. M nədir? AD. N nədir? BD. İndi uşaqlar, biz burada SACD üçbucağının sayəsinin BCD üçbucağının sayəsinin nisbəti
ASD üçbucağın sayısı necə tapılır? 2-də 1 katetlərin hasili. Yəni AD vurulsun CD. Daha sonra BCD-yə baxırıq. 2-də 1 CD vurulsun BD. Burada CD-lər getdi. Fikir verin uşaqlar. AD bölünsün BD əmələ gəlir. Bir də burada 2-də 1 də getdi. AD bölünsün BD nə idi? AC-nin kvadratı bölünsün BC-nin kvadratı. Bununla da ispat etmiş olduq. Sağ olun, salamat qalın. Növbəti izahlarda görüşərik. Salamat.